Buraxılış imtahanına təxminən 4 diri ayımız qalıb. Bu qalan müddət ərzində nə etməliyik? Videomuzun mövzusu budur. Sizdən bircə istəyim odur ki, səhifəni izləyin. Mənzərə də qəşəng də qaranahor gölüdür. Bismillah getdik. Deməli, imtahana az qalmış. Mütləq şəkildə indidən sınaq imtahanında iştirak eləyin. Və sınaq imtahanında iştirak, amma hər həftə gedim yox. Çünki sənin mütləq bazar günü ya hazırlığın var, ya da ki birinci günü hansısa bir dərsin var. Sən məcbursan ki, bazar günü hazırlığa gedəndə 6-cı gün o sınağa görə hazırlaşacaqsan. Bazar günü sınaq və sınağın yorğunluğu birinci günə gedəcəksən, müəllimlər də anlayacaqsan. Ona görə sənin eləməli olduğun şey odur ki, sən hər həftə sınağa getmirsən. Bir dəfə gedirsən sınağa, bizə dəfə kifayətdir. Ayda bir dəfə, uzaq başı, məsələn bir dəfə buraxılış, bir dəfə blok imtahanına gedə bilərsən. Getdin sınağa, sınaqdan gələndən sonra hansı fəndə boşluğun varsa, həmin fən üzrə hazırlığının bir gününü heç olmasa artır. Bu bir. 2 dəfə gedirdinsə, siz uşaqlar belə şeydə utanmaq, ayıb zat deyə bir şey yoxdur. Hər halda hazırlığa gedirsiniz müəllim yanına. Müəllimdən gedin, xahiş edin. İnanın burada ayıb bir şey yoxdur. Ged müəllimə de ki, müəllim, məsələn mən feil mövzusunda zəifəm, əvəzlikdə zəifəm. İsimdən sınağa sual düşdü, yaza bilmədim. Nə olar ki? Get 9'larla otur, get 10'larla otur. Burada ayıb bir şey yoxdur. Bunu eləyən çox az uşaq görürəm mən. Amma həqiqətən burada bir şey yox. Çünki müəllimlər 11 ilə irəli gedirlər, 10-la 9-la biraz asta sürətlə gəlirlər. Eyni mövzunu təkrar bir daha get, dinlə. Burada inan heç bir problem, heç bir qəbahətli bir şey yoxdur. Eyni mövzuları təkrar dinlədicəm. Ola bilir ki, bir mövzu, məsələn, ismin mənsubiyyəti sənə bir dəfə onun üstündə çatmasın, amma 11-də çox qəşəng çatsın. 11-də bir dəfə müəllim izah edib çatmasın, ikinci dəfə bir də dinləyəndə artıq o sənə aydın olmuş olacaq. Ona görə güclü, davamlı, yaxşıca təkrarlara ehtiyacınız var. Bunu mütləq şəkildə edin və mətnlərlə aranızı yaxşı edin. İngilis dilində dinləmələrə, söz ehtiyatına çox yaxşı fikir verin və riyaziyyatda da bilirsiniz də 13 dənə yazıla biləcək sual var. Yerdə qalanlar biraz çətin ola bilər. Tutaq ki, sən 20 yaza biləcək gücdə deyilsən, deyirsən mənə 10 dənə, 12 dənə, 13 dənə bəsdir. Müəllimlə danışırsan, indi tutaq ki 13 mövzu hansı siniflə əhatə edir? Mən təxmin edirəm, tutaq ki 5, 6, 7. Müəllim ancaq bu 3 sinifi sənə keçsin, digərlərini keçmə. Ehtiyac yox, sən girmə trigonometriya, loqaritm filan, bunlar sənə lazım deyil. Burax on başı. Sadəcə o 13 suala köklən. Oradan da tutaq ki 11 yazdın, min bərəkət. Qalan gücünü verir mətnə, ingilis dilinə, bir də təbii ki blok fənlərinə. Bu arada bizim mətn qruplarımıza və yaxud sıfırdan başlayan oktyabr və noyabr qruplarımıza qoşulmaq istəyirsənsə 055 597 0151-ə yaza bilərsən. Hələlik sağ olun.